Salam uşaqlar, xoş gördük hər birinizi. Necəsiz? Ümid edirəm ki, yaxşısınız, hər şey qaydasındadır. Deməli, 9-cu sinif və nəşriyyat kitabından növbəti bölmə silsilələr mövzusudur. Bu mövzuda yenə imtahana düşmür, 9-cu sinif buraxılış imtahanına düşmür. Amma ümumi olaraq 9-cu sinifin içində var. Yəni sizin məqsədiniz 9-cu sinifin buraxılış imtahanı yox, ümumiyyətlə riyaziyyat öyrənmək və 11-ci sinifdə buraxılış imtahanında iştirak edib yüksək nəticə göstərməkdirsə, onda silsilələr mövzusunda mütləq şəkildə bilməlisiniz. Çünki silsilələr mövzusundan da mütləq ən azı bir sual buraxılışda olur. Söhbət 11-in buraxılışında gedir. Çox kompakt mövzudur. Hər şey əl altında olan, düsturlarla həlli sonuclanan, düşən sualı 99% rahat şəkildə yazmaq olur. Yəni. Elə suallar var ki, bəli, düşündürür falan filan çətindir. Amma buraxılışda düşən sual normal sual olur. Ona görə də o bir sualı bu mövzuya görə rahat şəkildə əldə edə bilərsiniz. Başlanılmamışdan qabaq nə edirik? Kanalımıza abunə deyilsə abunə oluruq. Evdə abunə olmayan kimsə qalıbsa abunə eləyirik. Qaçıb qonşuda kimsə varsa onu da abunə eləyirik. Ondan sonra başlayırıq izahlara baxmağa. Videolarda bəyənməyi və yazmağı unutmuruq. Bismillah, birinci sualımız. Dərsi oxumusan da yəqin ki, hə? Tamam, deyirsən ki, oxumuşam. Onda problem yoxdur. Rahat şəkildə izahları da başa düşəcəksən. AN bərabərdir 3n kvadratı plus 1. Ardıcıllığın 3-cü həddini tapın. Heç nə, n-in yerinə 3 qoyacaqsan, 3 vurulsun, 3-ün kvadratı üstə gəlsin 1. 27 üstə gələk 1 olur 28. Cavab olur C variantı. İkinci sualımız. İkinci həddini tapın. Heç nə, yenə də 2 qoyacaqsan yerinə. Harada n var, yerinə 2 qoyacaqsan. Mənfi 1-in üstündə 2 vurulsun, 2 üstə gələk 1 bölünsün, 2-nin üstü 2 çıxaq 3. Məxrəc olacaq 1, surətdə olacaq 1 vuraq 3, cavab eləyəcək 3. A variantı. Üçüncü sualımız 8-ə bərabərdir. Deyir ki, AN bərabərdir n kvadratı minus 1. Ardıcıllığın neçənci həddi 8-ə bərabərdir. Ona görə də sən n kvadrat minus 1-i 8 deyəcəksən. N-i yerinə 8 qoymayacaqsən. 8-ci həddini istəmir. Deyir, n neçə olsa 8 olar. Buradan n kvadratı bərabərdir 9-a, n bərabərdir 3-ə. Müəllim, mənfi 3 də olar axı. Tənlik olsaydı olardı. Burada da tənliyi həll edirsən. Əslində müsbət mənfi 3-dür cavab. Amma yadından çıxartma ki, ədədi ardıcıllıqlar natural ədədlər çoxluğunda təyin olunmuş funksiyalardır. Yaxşı, natural ədədlər çoxluğunda təyin olunub. Yəni, sən durub ardıcıllığın mənfi 3-cü həddi necə deyə bilərsən ki? Saydan söhbət gedirsə, ancaq 1, 2, 3, 4, 5 bu formada. Yəni, n-in yerinə burada ancaq natural ədəd qoya bilərsən. Yaxşı, ona görə də cavab olur 3. 3 də nə variantıdır? C variantı. Eyni şəkildə 4-cü sualda deyəsən elədir. AN bərabərdir n kvadratı minus n. 6-ya bərabər olan həddin nömrəsi. Bəli, n kvadrat minus n bərabərdir 6. Buradan n kvadrat minus n minus 6 bərabərdir 0 kvadrat tənliyidir. Viet teoreminə görə n1 bərabərdir 3-ə, n2 bərabərdir mənfi 2-yə. Mənfi 2-ci hədd olmaz, 3-cü hədd olar. Natural götürəcəksən. Cavab olur C variantı 4-cü sualımız. Növbəti sualımız 5-ci suala baxaq. 5-ci sualda nə deyir, bizdən nə istəyir? İlk n həddinin cəmi Sn bərabərdir 5n plus 2. Düsturu ilə verilən ardıcıllığın ilk 6 həddinin cəmini tapın. Onda heç n-in yerinə 6 qoyub 5 vurulsun, 6 üstə gəlinsin 2 olacaq. İlk 6 həddinin cəmi 32. A variantı. 6-cı sualımız 5 həddinin cəmini istəyir bizdən. S5 bərabərdir 2 vurulsun, 5-in kvadratı çıxaq 5. Bu da eləyir 45 D variantı. 7-ci sualımız 7-ci həddini tapın deyir. Bax, burada deyir ki, artıq sual dəyişir. Bu ardıcıllığın n həddi bu düsturla verilib. Amma sənə deyir 7 həddin cəmini demir. 7-ci həddini tap. Sən bilməlisən ki, A7-ni tapmaq üçün belə bir qaydamız var. S7-dən çıxacaqsan S6-nı. Bu nə deməkdir? Ədədi silsilə yox, ümumiyyətlə ardıcıllığın ilk n həddinin cəmi varsa, AN-ci həddi tapmaq üçün Sn həddən ondan bir əvvəlki hədlərin cəmin Sn minus 1-i çıxsan sənə AN verir. Bu bilirsən nəyə oxşuyur? Gəl belə bir şey deyim da sənə, əyani olaraq göstərim. Bax, 1, 2, 3, 4-ün cəmindən 1, 2, 3 cəmi çıxsan
Bunlar bir-birini aparacaq, nə qalacaq? 4 qalmayacaq. Eyni söhbətdir burada da. Yəni 7 həddin cəmindən 6 həddin cəmin çıxanda bir dənə hədd qalır orada, o da 7-ci hədd. Yaxşı. İndi 7 həddin cəmin S7-ni hesablayacaqsan. 7-nin kvadratı çıxaq 7 eləyəcək 42. S6-nı hesablayacaqsan, 6-nın kvadratı çıxaq 6 eləyəcək 30. Gələcəksən 42-dən çıxacaqsan 30-u qalacaq 12. Deməli 7-ci həddimiz neçədir? 12-dir. Bu da olur D variantı 7-ci sualda. Növbəti sualımız 8-ci sual. 8-ci sualda da yenə deyir ki, Sn bərabərdir 2n kvadratı plus n. İkinci həddini tapın. S2-dən çıxacaqsan S1-i. A ikinci həddi tapmaq üçün. Burada da S2-ni hesablayaq. 2 vuraq 2-nin kvadratı plus 2, 10. S1 bərabərdir 2 vuraq 1-in kvadratı plus 1. Bu da olur 3. 10-dan çıxacaqsan 3, cavab olacaq 7. C variantı 8-ci sualımız. Belə, növbəti sualımız 9-cu sual. 9-cu sualda deyir ki, bizə dəqiqə, üçüncü həddi tapın. S3-dən çıxacaqsan S2-ni, A3-ü tapmaq üçün. Gəl hesablayaq S3-ü. S3 bərabərdir 2 vuraq 3-ün kvadratı plus 1. 19 eləyir. S2-ni tapmaq üçün 2 vuraq 2-nin kvadratı plus 1. Bu da 9 eləyir. 19-dan çıxacaqsan 9 olacaq 10. B variantı 9-cu sualımızın cavabı. 10-cu sualımız A-n bərabərdir 0,5n-8. İlk müsbət həddinin nömrəsini tapın. 0,5n-8 böyükdür 0 deyəcəm. Buradan 0,5n böyükdür 8. N böyükdür. 8-i 0,5-ə böləndə olacaq neçə? 80 bölək 5, 16. 16-dan böyük neçənci həddir? 17. Deməli, 17-ci həddi müsbətdir. İstəsin, get hesabla. Bax, A17 bərabərdir. 0,5 vurulsun 17, çıxılsın 8. Bu da eləyir 8, onda 5 çıxaq 8 eləyir 0,5 müsbət. Görürsən, ilk müsbət həddi 0,5-dir və 17-ci həddi cavab olur D variantı 10-cu sualımızda. Növbəti sualımız 11-ci sualdır. 11-ci sualda deyir ki, hansı ardıcıllıq ədədi silsilədir? Ədədi silsilədə hər bir hədd özündən əvvəlki həddin üzərinə eyni bir ədəd əlavə eləməklə alınır. Məsələn, A bəndində görürəm ki, müsbət 4 gəlib üstündən A variantı deyil, çünki olmur. B bəndində görürəm ki, 5 əlavə eləyib, elə B variantıdır, bax. 5 əlavə eləyə gedib. Buna görə də cavab 11-ci çalışmada B variantıdır. 12-ci sual, aşağıdakılardan hansı ədədi silsilədir? Görürəm, A variantı həndəsi silsilədir, 2-yə vurub. B variantında hər dəfə 5 gəlib. Burada 5 gəlib, müsbət 5, burada amma 6 gəlib, burada deyil. Burada görürəm ki, hər dəfə 5-də 1 gəlib. Cavab C variantıdır 12-cidə. 13-cü sualda ədədi silsilənin silsilə fərqini tapın. D-ni tapmaq üçün A2-dən çıxmaq lazımdır A1. Yəni, sonraki həddən əvvəlki həddi. Yəni, 5-dən çıxmaq lazımdır mənfi 2-ni. Bu da eləyir 7. Silsilə fərqi olur 7. E variantı 13-cü sualımız. 14-cü sualımızda A-ın ədədi silsiləsində A1-i A9-u verib silsilə fərqini tapın. D-ni tapmaq üçün A9-dan çıxacaqsan A1-i böləcəksən 9 minus 1-ə indeksləri fərqinə. Yəni 35-dən çıxacaqsan 3-ü böləcəksən 8-ə, bu da eləyəcək 4. D variantı. 15-ci sualımızda verib silsilə fərqini deyir tap. D bərabərdir. 14-dən çıxacaqsan 5-i böləcəksən 7 minus 4-ə. Yəni 9-u böləcəksən 3-ə, olacaq 3. B variantı 15-ci sualımızın cavabı. Növbəti suallarımıza baxaq. 16-cı sual. 16-cı sualda deyir ki, silsilə fərqini tapın. Hazırdır silsilə fərqi. A17-dən çıxıb A8-i, deməli indeksləri fərqinə bölmək lazımdır. Fərqi rahatca sənə 81 verib, 17-dən 8-də çıxanda 9 eləyir. Cavab olur 9, silsilə fərqi olur 9, D variantı. 17-ci sualımız, bizcə dəqiqə.
Baxaq 17-ci sualımıza. Deməli 17-ci sualda deyir ki, bunu belə eləyək, səliqəli olsun. Aha. 17. 17-də deyir ki, silsilə fərqini tap. Yenə də buradan D bərabərdir. 56 bölək indeksləri fərqi də eləyir 8. Bu da olur 7. A variantı. 18-ci sualımız. Silsilə fərqini tapın. D bərabərdir. Deməli 84 çıxılsın 48 bölünsün. 20 çıxaq 18. 23-dən 18 çıxanda 5 qalır. 84-dən də 48 çıxanda neçə qalır? 34. Bu da 2. 36. Bu da eləyir 7, onda 2. B variantı 18-ci sualımız. 19-cu sual. A7-ni deyir tap. A1 var 3, D var 5. A7 nəyə bərabərdir? A1 üstə gələk 6D-yə hazır düsturdur. 3 üstə gəlinsin 6 vuraq 5. Olur 33. D variantı görsən, rahat suallardır. Yəni qaydanı, düsturu bilməlisən. Hə. Durub mənə deməyim, müəllim necə izah edirsən, başa düşmürəm. Düsturu bilmirsən. Yazdığım düsturdur, sadəcə olaraq onu əzbər bilməlisən. 20. Durub mən burada sənə nə izah edeyim, nə yazım ki? Qeyri-adi. Yəni A2 bərabərdir 1-ə, D bərabərdir 3-ə. Deyir A10-u tap. Sən bilməlisən ki, A-N-ci həddi tapmaq üçün A1 plus N-1 dənə D düsturumuz var ümumi həddi üçün. İndi A10-u tapmaq üçün A1, yəni 1 üstə gəlinsin, 10 minus 1 dənə D, yəni 3. Bu deyir 28. Belə, yəni, aha deyirsən səhv hesabladım. 109-unu 27. A1 1-dir, D-si 3-dür. Onu tap. Ədəsi sizə A2 verib. Bağışda. Çox şey elədim, özüm səhv elədim. Tamam, gülürsən orada, amma olur bizdə də. Deməli, A10 varsa, A2 plus 10 minus 2 dənə D. Onda bu düsturdan istifadə. Yəni, A-N-ci həddi tapmaq üçün A-K-cı hədd varsa, N-dən əvvəlki, onda N minus K dənə D. Bu düsturdan istifadə edəcəksən. Yaxşı. 1 üstə gəlinsin, ondan 2 çıxanda nə qalır? Ondan 2 çıxanda 8. Vurulsun 3. 24, 25. Cavab olur D variantı. 21. 21-ci sualda deyir ki, ədəd silsilənin 15-ci həddini tapın. Mən görürəm ki, A1 3-dür. D-nin də 4 olduğunu görürəm. 15-ci hədd dediyinə görə A15 bərabərdir. A1 üstə gəlinsin. 15 minus 1 dənə D. D-miz də neçədir? 4. Buradan 3 üstə gəlinsin. 56. Bu da olur 59. B variantı. 21-ci sualımız. Növbəti sualımıza baxaq. 22-ci sual. A-ın ədəd silsiləsində A5 bərabərdir 13-ə. A10 bərabərdir 28-ə. A11-i deyir tap. Düzdür. Silsilə fərqincə tapaq. D bərabərdir 28 minus 13 bölünsün 10 minus 5. 15 bölünsün 5 bərabərdir 3-ə. İndi A11-i dediyinə görə elə A10-un üstünə bir dənə D gəlsəm düzəlir daha. 28-in üstünə bir dənə 3 gəlsəm eləyir 31. Cavab olur A variantı. 22-ci sualımız. Sonra 23-cü suala baxaq. A7-ni verib, A17-ni verib, A12-ni bizdən soruşur. İndi fərqli düsturlar var da. Məsələn, indekslər cəminin yarısına baxan kimi, bax, 7 ilə 17-nin cəminin yarısı. Bax, 24 bölü 2, 12-dir. Onda A12 də bərabərdir. A7 plus A17 bölü 2. Belə bir düsturumuz var. 21 plus 57 bölünsün 2. Bu da eləyir 78 bölü 2. Bu da olur 39.
A12 olur 39 C variantı. Yaxşı. Yəni indekslərin cəminin yarısı bərabər olduğu həddin özü də həmin hədlərin ədədi ortasına bərabər olur. Belə bir qaydamız var ədəd silsilədə. Yenə deyirəm, əgər dərs oxumusansa bunların hamısını bilirsən zaten. 24 yenə də A3 bərabərdir 11-ə, A7 bərabərdir 19-a, bizdən A11 istəyir. Bax, ədədi silsilə üzərində işləyirsənsə, D çox vaxt, 90% hallarda D lazım olur sənə. Gəl D-ni tapaq. 19-dan çıxıram 11-i bölürəm 7 minus 3-ə. 8 bölünsün 4 eləyir 2. A11-i tapmaq istəyirəm. A7-nin üzərinə 11 minus 7 dənə D gələrəm. Buradan A11 bərabərdir. A7 var 19 plus 4 dənə D-miz də 2-dir. 19 üstə gələk 8 bərabərdir 27. 24-cü sualda C variantı. Sonra 25. Hə, 25-də deyir ki, A2 bərabərdir 5-ə. A5 bərabərdir 14-ə. A8-i tapaq da. Birinci gəl D-ni tapaq. 14 çıxaq 5 bölək, 5 çıxaq 2. 9 bölək 3 bərabərdir 3-ə. A8 bərabərdir. A5 üstə gəlinsin. 8 minus 5 dənə D. A5-imiz neçədir? 14. Üstə gəlinsin 3 dənə D. 3. Buradan A8 bərabərdir. 14 üstə gələk 9 bərabərdir 23-ə. A8 oldu 23 B variantı. 26-cı sual. Deməli 26-cı sualda deyir ki 5-dir, x plus 3-dür və 19-dur. Ədədi silsilənin ardıcıl hədləri olası x-i tap. Mən bilməliyəm ki, x plus 3 bərabərdir 5 ilə 19-un cəminin yarısına. Çünki ədədi silsilədə, ardıcıl hədlərdə ortadakı hədd digər ikisinin ədədi ortasıdır. Buradan x plus 3 bərabərdir 24-ü 2-yə böləndə 12, x bərabərdir 9-a. A variantı yox. Hə, A variantı yox, C variantı. 26-ya baxırıq da, C variantı. Aha, 27. Yenə də eyni qaydada x plus 1 plus x minus plus 9 bölək 2 bərabərdir 18-ə. Buradan 2x plus 10 bərabərdir 36-ya. 2x bərabərdir 26, x bərabərdir 13. E variantı belə 27-ci sualımız oldu. E variantı. Növbəti sualımız 28. 28-də nə deyir? Ədədi silsiləni əmələ gətirirsə x-i tap. Yenə də uşaqlar eyni qaydadadır. X ilə x plus 4-ün cəminin yarısı bərabər olmalıdır. Nəyə? 2x minus 4-ə. Buradan 2x plus 4 bərabərdir 4x minus 8-ə. 2x minus 4x bərabərdir mənfi 8 minus 4. Mənfi 2x mənfi 12. X 6. X 6-dır. Bizdən də x-i soruşurdu 28-də. O da olur C variantı. 29-cu sualımız. 29-cu sualda ədədləri müsbət ədədləri müsbət hədli ədədi silsilələri əmələ gətirir. Yeni deyir tap. Heç nə də yenə də deməli 3n minus 1 bərabərdir. N plus 3 plus n kvadrat minus 1 bölək 2. Buradan 6n minus 2 bərabərdir. N kvadratı plus n plus 2. Buradan n kvadratı plus n plus 2 minus 6n plus 2 bərabərdir 0-a. Buradan n kvadratı minus 5n plus 4 bərabərdir 0. n1 bərabərdir 4-ə, n2 bərabərdir 1-ə. Düzdürmü? Müsbət hədli dediyinə görə mən baxıram ki, n-in yerinə 1 qoyanda 0 olur həddin 1-i. Ona görə 1 olmaz. Deməli, n nə olmalıdır? 4 olmalıdır. Z variantı 29-cu sualımız. Növbəti sualımız 30-cu sual. Baxaq 30-a.
Deməli 30-da nə deyir? 30-da deyir ki, ədədi silsilənin hədlərinin sayını tap. Mən baxıram ki, ədədi silsilədə birinci həddim 4-dür. Silsilə fərqim 7-dir. Sonuncu həddim də 88-dir. Mən bilirəm ki, AN bərabərdir A1 üstə gəlinsin N-1 dənə D. Buradan AN-in əvəzinə 88, A1-in əvəzinə 4, N-1-i axtarıram, D-nin əvəzinə də 7 qoyuram. Buradan N-1 vurulsun 7 bərabərdir 84-ə, N-1 bərabərdir 12-yə, N bərabərdir 13-ə. N bərabərdir nəyə? 13-ə. C variantı 30-cu sual. 31-ci sual. -3 neçə həddi var? Neçə həddi var deyir. A1-imiz -3-dür. D-miz 5-dir. AN-imiz neçədir? 77-dir. Yenə də 77 bərabərdir A1 -3 plus N-1 dənə D. D-miz də 5-dir. Buradan N-1 dənə 5 bərabərdir 80-ə. N-1 bərabərdir 16-ya. N bərabərdir 17. Deməli, hal-hazırda bunun 17 dənə həddi var. D variantı. 32-ci sualımız. A3 plus A6 bərabərdir 29-a. A2 də bərabərdir 2-yə. A7-ni deyir tap. Mən bilirəm ki, bunu açılışda verə bilərəm. Elə açılış verirəm. A1 plus A1 plus 2D plus A1 plus 5D A6-nın əvəzinə bərabərdir 29-a. Buradan 2 dənə A1 plus 7D bərabərdir 29. Bu A2-yə açılış verəndə A1 plus D bərabərdir 2-yə. Düzdürmü? Buradan D-ni tapmaq üçün A1-ə 2 minus D yaza bilərəm. Gətirib burada yerinə qoysam 2 vurulsun 2 minus D plus 7D bərabərdir 29. 4 minus 2D plus 7D bərabərdir 29-a. 5D bərabərdir 25-ə. D bərabərdir 5-ə. D 5-dir. Bizdən nəyi soruşur? A7 bərabərdir A2 üstə gəlinsin 5D. A2 var. 2 plus 5 vuraq 5. O deyir 27. A variantı 32-ci sualımız. Növbəti sual 33-cü sual. Yenə də A3 plus A11 bərabərdir 82. Hər iki tərəfi 2-yə bölsəm, indekslərin cəminin yarısına bax, 7 eləyir, düzdür? Onda A7 bərabər olur 41-ə. Buna heç ehtiyac yox imiş. Silirəm bunu. Bax, A3 üstə gələk A11 bərabərdir 82. Deyir, A1 üstə gələk A13-ü tap. Uşaqlar, bu da 82-dir. Niyə? Qayda var. İndekslərinin cəmi bərabər olan hədlərin cəmi bərabər olur. Bax, 3 ilə 11-in cəmsi 14 eləyir, 1 ilə 13-ün cəmsi də 14 eləyir. Onda A3 ilə A11-in cəmsi 82-dirsə, A1 ilə A13-ün cəmsi də 82-dir. Qaydadır. E variantı. Növbəti sualımız 34. A1 -3-dür. A11 47-dir. İlk 11 həddin cəmini tapın. S11 bərabərdir A1 plus AN, yəni A11 bölünsün 2 vurulsun N. N'imiz neçədir? 11. Bu düsturdan istifadə edə bilərsən. A1-imiz -3-dür, A11-imiz 47-dir. Bölək 2 vuraq 11. Bu eləyir 44 bölək 2. Düzdür? Eləyir 22 vuraq 11. 22, 242. Olur C variantı 34-cü sualımız. Yəni hazır düsturdur. Növbəti sualımız 35-ci sual.
12 həddinin cəmini istəyir. A1-imiz var, -2. D-miz var, 2. 2 yox. D-miz neçədir? 6. Bizdən 12 həddi istəyir. S12 bərabərdir. 2 dənə A1 plus N minus 1 dənə D bölünsün 2 vurulsun N. Belə bir düsturumuz var. İlk N həddinin cəmi üçün. 2 vuraq -2, üstə gəlinsin. 12 çıxaq 1 vuraq 6. Bölək 2 vuraq 12. Bax, bununla bu gedəcək. Burada -4 plus 66 olacaq. 11 6-ya vuranda. Vuraq 6. Bu da olacaq 62 vuraq 6. 372. 372 B variantı 35-ci sualımızın cavabı. Növbəti sualımız 36. Ədədi silsilənin ilk 10 həddinin cəmini tapın. Deməli, A1-imiz 72-dir, D-miz -5-dir. Düzdür, çünki 67-yə düşübsə -5 gəlib hər dəfə üstün. S10 bərabərdir. 2 dənə A1, 2 vuraq 72, plus N-1 dənə deyil, 9 vuraq -5, bölək 2 vuraq 10, bərabərdir. Deməli, 144 çıxılsın, 45 eləyir 99. Bölək 2 vuraq 10. Bununla da bu ixtisar gedir, 99 vuraq 5. Bu da eləyir, necə? 500-dən bir dənə 5 çıxanda 495. 36-cı sualımız olur E variantı. 37-ci sual. İlk 14 həddinin cəmini deyir, tap. A1 4-dür, D-miz 7-dir. S14 bərabərdir. 2 vurulsun 4 plus N-1 dənədir, 13 dənə 7. Bölünsün 2 vurulsun 14 bərabərdir. Deməli, 8 üstə gələk 91 bölək 2 vuraq 14. Bununla bu gedir. 7 qalır. 99 vuraq 7. 700-dən bir dənə 7 çıxanda nə qalır? 693 qalır. O da olur D variantı. 37-ci sualımız. Növbəti sualımız 38-ci sual. A5 var 0. S11 var AK. K-nı deyir, tap. Deməli, S11-ə bir açılış verək. S11 nəyə bərabərdir? 2 dənə A1 plus 10 dənə D bölək 2 vuraq 11. Burada da 2-ni ortaq vuruq kimi çıxartsam. A1 plus 5D bölək 2 vuraq 11. Bu AK-ya bərabərdir. Aydındır. Bununla bu ixtisar gedir. A1 bizə dəqiqə S11 10 deyil. A5 nəyə bərabərdir? 0-a. N-1 dənə 4 deyil. Deməli, A1 plus 5 deyil. Vuraq 11 bərabərdir AK. Düzdürmü? Qarışdırmadıq ki biz. Bir də əlimizdə nə var? A5 bərabərdir 0. Yəni A1 plus 4D bərabərdir 0-a. Buradan A1 bərabərdir -4D'yə. Gətirib yerinə qoysam. A1-in əvəzinə -4D qoysam, görək nə alınacaq. -4D plus 5D vurulsun 11 bərabərdir AK. AK bərabər olacaq 11D'yə. Bu da bizə bir şey vermir axı. S11 bərabərdir AK olarsa K tapın. Yaxşı, bir də gələk başdan. Bu xoşuma gəlmədi. Deməli. Əlimizdə var nə?
A5 0. S11 AK'ya bərabərdir. K bərabərdir sual. A5 0'dırsa bu A1 plus 4D'dir. Bərabər 0, A1 bərabərdir mənfi 4D. S11'in əvəzinə də 2 dənə A1 plus 10D. 2 dənə A1 plus 10D. Bölək 2 vuraq 11 bərabərdir. AK'nın əvəzinə nə yazmaq olar? A1 plus K minus 1 dənə D. Düzdür? A1 plus K minus 1 dənə D. Bəli. Buradan yola çıxsam, ortaq vurub çıxardıb 2 ilə ixtisar eləsəm bunları, qalacaq A1 plus 5D vuraq 11 bərabərdir A1 plus K minus 1 dənə D. Tamam, buradan çıxar, hə, oradan da çıxırmış. İndi A1'in əvəzinə mənfi 4D yazanda mənfi 4D plus 5D vuraq 11 bərabərdir mənfi 4D A1'in əvəzinə plus K minus 1 dənə D. Bax, burada eləyir 11D, o 4D'li keçir bu tərəfə plus 4D bərabərdir K minus 1 dənə D. 15D bərabərdir K minus 1 dənə D. Hər iki tərəfdən D'lər gedir. K minus 1 bərabərdir 15'ə. K bərabərdir 16'ya. Tamam. Belə. Maraqlı sual idi. A biraz bizi uğraşdırdı. Yəni çalışdırdı. Türk dilində dedik. Sonra 39. Yəni açılış verirsən da. Açılış verirsən çıxır. Sn bərabərdir 0'a n sual. Gəl açılış verək. A1 plus 11 minus 1 dənə D bölünsün 2 vurulsun 11 bərabərdir A16. A1 plus 15 D. Burada da 2 dənə A1'dir. Düzdür. Düzdürmü? Bu da belə. İndi 2 dənə A1 plus 10D bölünsün 2 vurulsun 11 bərabərdir A1 plus 15D. İstəyirsən çıxart, ixtisar elə A1 plus 5D vuraq 11 bərabərdir A1 üstə gələk 15D vurub açanda 11 A1 plus 55D bərabərdir A1 plus 15D. Buradan 11 A1 çıxılsın, A1 bərabərdir 15D çıxılsın 55D. Buradan 10 dənə A1 bərabərdir mənfi 40D. A1 bərabərdir mənfi 4D. İndi bu birini açılış verirəm. Sn bərabərdir 0'a. Sn nədir? 2 dənə A1 plus n minus 1 dənə D bölünsün 2 vuraq 11 bərabərdir 0'a. Bu 11'dir 2'dir gedir. Yəni bu 2A1 plus n minus 1 dənə D bu 0 olmalıdır. Düzdürmü? A1'in əvəzinə 4D yapışdıraq. 2 vurulsun mənfi 4D üstə gələk n minus 1 dənə D bərabərdir 0'a. Buradan n minus 1 dənə D bərabərdir 8D olur. D'lər gedir. N minus 1 bərabərdir 8'ə. N bərabərdir 9'a. N-i tap. N9 E variantı 39-cu sualımızın cavabı. Qəşəng. Növbəti sualımız 40-cı sual. Ədədi silsilənin hədlərinin sayını tapın. Bundan bayaq eləmişdik əslində. A1 bərabərdir 5'ə. D bərabərdir 10 üstdən 5 çıxanda nə qalır? 8'ə.
AN nəyə bərabərdir? 973-ə. Bax, 973 bərabərdir A1, yəni 5 plus n minus 1 dənə D 8. Şimdi bunu həll etmək lazımdır. Buradan n minus 1 dənə 8 bərabərdir 973-dən 5 çıxanda 968. Buradan n minus 1 bərabərdir 968-i 8-ə böləndə bir dəfə, 2 dəfə, bir dəfə 121. Buradan n bərabərdir 122. Deməli, sizin həddi var. 122 dənə 40-cı sualımızın cavabı olur D variantı. Növbəti sualımız 41-ci sual. Ədədi silsilənin neçə həddi var? Deməli, yenə də A1 2-dir, D-si 4-dir. AN də bərabərdir 54-ə. Yəni A1 2 plus n minus 1 dənə D 4 bərabərdir 54-ə. N minus 1 dənə 4 bərabərdir 52-yə. N minus 1 bərabərdir 13-ə. N bərabərdir 14-ə. 14 dənə həddi var. C variantı. 42. Ədədi silsilədir. 9-u deyir tap. A5 A7 bərabərdir 18-ə. İki tərəfi də 2-yə bölsəm, bu A6 verir mənə, bərabərdir 9-a. A6 nədir? 9. D-ni taparam buradan. D-ni taparam buradan. Necə? A6-dan çıxaram A3-i, yəni 9-dan çıxaram 5-i bölərəm 6 minus 3-ə. Düzdürmü? Tam ədəd vermir axı. Verməsində nə fərqi var ki? 4 bölək 3. Bizdən də A9-u istəyir. A9 bərabərdir A1 üstə gəlinsin. 9 minus 1 dənə D. A1-imiz yoxdur. Bir dəqiqə. A6 üstə gələ yazaq onda. A6 üstə gəlinsin. 9 minus 6 dənə D. Üstə 4. A6 neçədir? 9 plus 3 vuraq 3-də 4. Bunlar gedir, cavab eləyir 13. 42-ci sualın cavabı olur A variantı. Sonra 43. 43-də deyir ki, yenə də A4 plus A9 19-dur. A2 4-dür, A11-i tap. Gəl açılış verək. A1 plus 3D. A1 plus 8D 19-a bərabərdir. 2 dənə A1 plus 11D bərabərdir 19-a. A2-nin də açılışını bilirsən də A1 plus D-dir. Bərabərdir 4-ə. Buradan bunu vurarsan mənfi 2-yə. Mənfi 2A1 minus 2D bərabərdir mənfi 8. Həmin bunu götürərsən buradan, gətirib yazarsan bura. Və burada bir gözəl sistem alarsan. Tərəf-tərəfə toplasan, 2D bərabərdir, necə olar? 11. D bərabərdir 5 onda 5. Bizdən istəyir neçəni? A11-i. Tamam. A11-i tapmaq üçün də A2 üstə gəlinsin. Neçə D? Neçə D? 11 minus 2. 9 D. Bu yaxşı olmadı. Nəysə səhv elədik. Ya da ki, bunlar səhv verib. Gəl bir də baxım. Ədədi silsilədə A4, A9, A1 plus 3D, A1 plus 8D, A2 plus 11D, 19, A2 bərabərdir 4-ə. 2 dənə A1 deməli 2-yə vurdum da mənfi 2-yə düzdür. Mənfi 2A1, mənfi 2D, mənfi 8. Tərəf-tərəfə topladım. Yaşlaşmışıq deyəsən. Tərəf-tərəfə toplayanda burada 11 qalır. Burada neçə qalır bəs? 11D 9.
Burada səhv eləmişik. Tərəf-tərəfə toplayanda 9D bərabərdir 11. D bərabər olur 9-da 11-ə. İndi bizdən istədiyinə görə neçəni? A11-i. A11 bərabərdir A2 üstə gəlinsin. 11 minus 2 9 dənə D. A2-miz 4-dür. 4 üstə gələk. 9 vuraq. 9-da 11. Bununla bu ixtisar gedir 15. Olur 15. A variantı 43-cü sualımız. Belə. Keçək 44-ə baxaq. 44. A4 plus A12 17-yə bərabərdir. Bizcə dəqiqə A1 plus A15 istəyir bizdən. Mən baxıram 4 plus 12 16-dır. 1 plus 15 o da 16-dır. Deməli bunların cəmsi də 17-dir. Cavab olur 17 A variantı. İndekslərin cəmi bərabər olan hədlərin cəmi bərabərdir. Belə bir qaydamız var. 45-ci sualımız. Ədədi silsilədə A1-imiz -3-dür. D-miz 0,5-dir. 21 həddin cəmi S21 bərabərdir. 2 dənə A1 plus N-1 dənə 20 dənə D bölək 2 vuraq 21 bərabərdir. Bu eləyir 10. 10 üstə -6 4. 2-yə böləndə eləyir 2 vuraq 21 bərabərdir 42. A variantı 45-ci sualımız. 46-cı sual. Ədədi silsilədə S17 bərabərdir 187-yə. A9-u deyir tap. Açılış verirəm. 2 dənə A1 plus 16D bölünsün 2 vuraq 17 bərabərdir 187. Hər iki tərəf 17-yə bölürəm. 2A1 plus 16D bölək 2 bərabərdir 11-ə. Hər tərəfi 2-yə vururam. 2A1 plus 16D bərabərdir 22. Təzədən 2-yə bölürəm. A1 plus 8D bərabərdir 11-ə. A9 bərabərdir 11. Çünki elə bu A9-un açılışıdır. C variantı 46. Növbəti sualımız 47-ci sual. A1 plus A13 bərabərdir 38-ə. A1 plus A9 bərabərdir 26-ya. Bax, bunun hər iki tərəfini 2-yə böləndə bu mənə A7-ni verir. 19. Bunu da hər iki tərəfini 2-yə böləndə bu mənə A5-i verir. 13. Aydındır. Bizdən də 6-nı soruşduğuna görə A6 da bərabərdir A7 ilə A5-in cəminin yarısına. Çünki indekslərin cəminin yarısı ona bərabər olduğuna görə bu qayda tətbiq oluna bilər. Deməli 20, 32, 2-yə böləndə 16. B variantı 47. 48. 4 plus 12 plus 20 plus nöqtə nöqtə plus x bərabərdir 196. Deyir, tənliyini həll edin. Yəni x-i tapmaq lazımdır. Mən baxıram ki, bu ədədi silsilədir. A1-imiz 4-dür. D-miz 8-dir. SN-imiz 196-dır. Aydındır. İlk n həddinin cəmi 196-dır. Oradan n-i tapacağım, sonra x-i tapacağım. Yaxşı. Gəl, açılış verək. 196 bərabərdir 2 dənə A1 plus n-1 dənə D bölək 2 vuraq n. Düzdürmü? Buradan 2-yə ixtisar eləsəm bunu nə qalır? 4 plus 2-yə böləndə 4 qaldı burada. 4n minus 4 vurulsun n bərabərdir 196. Buradan 4-lər gedir. 4n kvadratı bərabər olur 196-ya. N kvadratı bərabərdir 4 dəfə 16, 49. N bərabərdir say olduğuna görə müsbət 7. N 7-dir.
Deməli 7 həddin cəmi. Deməli bu A7-dir. Bax bu A7 lazımdır mənə. A7 bərabərdir A1, yəni 4 plus 6 dənə D. D-miz nədir bəs? 8. Buradan A7 bərabərdir 4, üstə gələk 48 eləyir 52. Deməli x 52-dir. Cavab olur B variantı 48-ci sualımızda. Növbəti sualımız 49. Bu da eyni qaydadadır. A1-imiz 3-dür, D-miz 6-dır. AN-imiz x-dir. SN-imiz də 192-dir. Onda 192 bərabərdir. 2 dənə A1 6 plus n-1 dənə D, n-1 dənə 6 bölünsün 2 vurulsun n. Yenə də 192 buradan ixtisar eləyəndən sonra gedəcək. 3n vuraq n elə olacaq 3n kvadratı. N kvadratı bərabər olacaq 6 dəfə 4. N bərabər olacaq 8-ə. Deməli bizə A8 lazımdır. X-a bərabərdir çünki. Buradan A1 plus 7D X-a bərabərdir. A1-imiz 3-dür. 7 vurulsun 6 bərabərdir X. X bərabərdir 45. Olur D variantı. 49. Nəhayət 50-ci sual. Aşağıdakılardan hansı həndəsi silsilədir? Həndəsi silsilədə hər bir əd özündən əvvəlki əddə eyni bir ədədə vurmaqla alınır. Ona görə də mən baxıb görürəm ki, burada hansıdır həndəs silsilə? Bu da D variantıdır. Çünki 50-ci sualda mənfi 2-ni 3-ə vurub, mənfi 3-ə eləyib 6, onu mənfi 3-ə vurub, mənfi 18, sonra mənfi 3-ə vuracaq 54, bu qaydada davam edəcək. Ona görə də cavab olur 50-ci sualda D variantı. Belə, əziz şagirdlər, əziz izləyicilərimiz, bu bölmənin də, bu izahında bu ana qədər sonuna gəldik. Növbəti izahda yəqin ki, inşallah bunu bitirərik. Sağ olun, kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Uğurlar.